Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizə təqdim edəcəyim ev Zabrat 1 qəsəbəsindəndir. Zabrat 1-in tam mərkəzində 81 saylı Rus və Azərbaycan dili sektoru olan orta məktəbin yaxınlığında 118 nömrəli də marşrut yolundan cəmisi 100 metr məsafədə 4 sot torpaq sahəsində yerdən də kürsüdə tikilmiş 4 otaqlı həyət evimizi sizə təqdim edəcəm. Evimiz tamamilə şəxsi tikilidir və hazırda evdə yaşayış var. Evin hər tərəfi yaşayış olan yerdə mərkəzi kanalizasiya sistemi var. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri qoyulub. Evin sənədi kupçadır, təyinatı isə xüsusi mülkiyyətdir. Heç bir zabora bitişiyi yoxdur, padvalada girişi var. Sağdan, soldan və arxadan zabordan geniş məsafəsi saxlanılaraq tikilib. Evin həyətində yerləşir heyvanlar üçün yuvası, əlavə yay mətbəxi və bir neçə kladovkası var. Bir də həyət üçün nəzərdə tutulan sanitar qovşağı var. Evimiz yerdən kürsüdə tikilib, 5-6 daş kürsüdədir. Bura həyət yanı sahəsi, girəcək isə tam et daşla döşənilib. Evin həyətinə də bir neçə maşın tam rahatlıqla daxil ola bilər. İnanın ki, bura Zabratın ən gözəl yeridir. Padvala giriş, çardağa giriş, hər tərəfi yaşayış olan yer. Geç onu. Evimiz dəhliz sistemlidir. Dəhlizdən də otaqlara daxil olacaq. Solda gəlir evimizin mətbəxi. Və satış zamanı əşyaların da bəziləri evin daxilində qalacaq. Gəlin sanitar qovşağı da göstərim. Sonra evin daxili ilə gedək, tanış olaq. Ünvanı bir daha qeyd edirəm. Zabrat qəsəbəsi. Zabratın mərkəzində 118 nömrəli marşrutdan cəmi 100 metr məsafədə 4 sotun içində 4 otaq, 120 kvadrat. Mərkəzi kanalizasiya kupça var. Satış zamanı əşyaların da bəziləri qalacaq. Evin qiyməti 135 min manatla satışa çıxıb. Real alıcılara qiymətli indirim evin sahibi tərəfindən olunacaq inşallah. Evlə bağlı əlavə nə suallarınız olsa zəng edərək məlumat ala bilərsiniz. Evdə istilik sistemi də kombidir. Bu da evimizin yataq otaqları. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Ev və təqdimatımız barəsində də öz dəyərli fikirlərinizi qeyd edə bilərsiniz. Göz haqqınızı halal edin.